Hər kəsi xoş gördük. Bugün olan maraqlı səhiyyə xəbərlərinin başlıqlarını diqqətinizə çatdırıram. Yeni iynə ilə göz infeksiyasından qurtulmaq mümkün olacaq. Bundan əlavə, ChatGPT-nin yeni istehsalata buraxdığı Health proqramı kifayət qədər ciddi səhvlər edir. Google isə sağlamlıqla bağlı sualları tamamilə ləğv edib. Bunu The Guardian nəşri araşdırıb. Cinsi yolla keçən infeksiyalara qarşı isə evdə yoxlanılan bir test insanların istifadəsinə verilib. Bundan əlavə, tənhalar üçün yeni mobil tətbiq düzəlib. Adı bilirsiniz nədir? Ölmüsənmi? Məsələ burasındadır ki, dünyanın bir çox yerində insanlar tək yaşadığı üçün həyatını dəyişir və günlərlə bunu heç bilən də olmur. Məhz bu cür insanlara belə mobil tətbiq kəşf olunub. Bu və digər maraqlı xəbərləri izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında Günel İbadovadır. Alimlərin kəşf elədiyi yeni inyeksiya, yəni iynə ilə göz tibi xəstəliklərinin bir çoxu tamamilə aradan qalxacaq. Təsəvvür edirsinizmi, göz xəstəliklərindən əziyyət çəkən insanlar bu iynəni neçə vaxtı, nə qədər böyük həyəcanla gözləyirdi? Detallara baxaq. Yeni inyeksiya yüzlərlə insanı korluqdan xilas edə bilər. İnqilabi göz iynəsi görməmi xilas etdi. Bunu tarixdə ilk pasiyent deyib. Həkimlər əvvəl mümkün sayılmayan bir nailiyyətə imza ataraq nadir, lakin təhlükəli göz xəstəliyi olan hipotoniyadan əziyyət çəkən insanların görmə qabiliyyətini bərpa etdiklərini bildirib. Londondakı Murfields göz xəstəxanasında aparılan pilot tədqiqat göstərib ki, yeni müalicə alan 8 pasiyentdən 7-sində müsbət nəticə əldə olunub. İlk pasiyent 47 yaşlı Nikki Guy'dır. O, BBC-yə verdiyi açıqlamada müalicənin həyatını dəyişdiyini deyib. Onun sözlərinə görə əvvəllər yalnız barmaqları saya bildiyi halda, indi görmə cədvəlindəki əksər hərfləri oxuya bilir. Hipotoniya zamanı gözün daxili təzyiqi kəskin azalır və müalicə olunmadıqda korluğa səbəb ola bilər. Hazırda bu üsul Böyük Britaniyada onlarla pasiyentdə sınaqdan keçirilir və alimlər nəticələrin ümidverici olduğunu bildirib. ChatGPT tibbi məsləhətlərdə səhvlər edir. Bunu araşdıranlar isə kifayət qədər qəzəblidirlər. Məsələ o yerə qədər gəlib çatıb ki, həkimin yazdığı dərmanı içmə, o sənin sağlamlığına ziyan vura bilər deyə məsləhətlər belə skrinlənib, bu araşdırmaçılara göndərilib. Skandal var yenə, təbii ki, tibb sahəsində. Baxaq. ChatGPT tibbi məsləhətlərdə səhvlər eləyir. ChatGPT-nin tibbi məsləhətlər verərkən səhvlər etdiyini göstərən faktlar müzakirə olunub. iMerit şirkətinin səhiyyə sahəsində süni intellekt üzrə rəhbəri və cərrah doktor Sinabari bəzi hallarda ChatGPT-nin pasiyentlərə yanlış tibbi tövsiyələr verdiyini bildirib. Onun sözlərinə görə pasiyentlərdən biri həkim qəbuluna ChatGPT ilə aparılmış dialoqda təyin olunan dərmanın ağciyər arteriyasının tromboemboliyası riskinin 45% artdığı iddia olunub. Aparılan araşdırma isə göstərib ki, bu göstəricilər konkret pasiyentə deyil, vərəm xəstəsi olan kiçik bir qrup üzrə aparılmış tədqiqata aid olub. Bununla yanaşı Dr. Barry ChatGPT Health adlı yeni tibbi chatbotun istifadəyə verilməsini müsbət qiymətləndirib. Bu xidmət məxfi mühitdə çalışır və istifadəçi məlumatlarını modelin təlimi üçün istifadə etmir. Platforma Apple Health və MyFitnessPal ilə sinxronizasiya imkanı yaradır, fərdiləşdirilmiş tövsiyələr təqdim edir və ənənəvi tibbi müayinələrə əlavə vasitə kimi nəzərdə tutur. Google isə heç bir açıqlama vermədən sağlamlıqla bağlı bütün sualları və onların cavablarını aradan qaldırıb. Bunu təsadüfən Guardian əməkdaşı aşkarlayıb və bundan sonra böyük bir araşdırma başlanıb. Nəticədə məlum olub ki, həqiqətən də belədir. Google sağlamlıqla bağlı sualları ləğv etdi. Google səhiyyə ilə bağlı suallara verilən cavabların dəqiqliyi ilə bağlı narahatlıqlar fonunda süni intellekt icmalları bölməsindən bəzi sorğuları silib. The Guardian qəzetinin apardığı araşdırma göstərib ki, Google'ın süni intellekt vasitəsilə yaratdığı icmallarda sağlamlıqla bağlı qeyri-dəqiq və çaşdırıcı məlumatlar yer alıb. Araşdırma zamanı müəyyən edilib ki, AI Overviews qaraciyər funksiyası analizləri ilə bağlı suallara cavab verərkən çoxlu rəqəmlər təqdim edib.
Lakin bu göstəricilərin yaş, cinsiyyət, etnik mənsubiyyət və ya milli fərqlərə görə dəyişə biləcəyini nəzərə almayıb. Google bu məlumatları Hindistanda yerləşən Max Healthcare xəstəxanaları şəbəkəsindən əldə edib. The Guardian həmçinin Google-un mədaltı vəzi xərçəngi olan insanlara yağlı qidalardan uzaq durmağı tövsiyə etdiyini üzə çıxarıb. Ekspertlər bu tövsiyənin yanlış olduğunu və xəstələrin ölüm riskini artıra biləcəyini bildirib. Mütəxəssislər vurğulayıb ki, süni intellekt sistemləri səhiyyə sahəsində etibarlı məlumat olmadıqda yanlış cavablar verə bilər. Ölmüsənmi? Mobil tətbiqin adı belədir. Məsələ burasındadır ki, dünyada bir çox insanlar artıq tək yaşayır və həyatlarını itirəndə də bundan heç kim xəbər tutmur. Günlərlə evində tamamilə cansız halda qalmamaları üçün insanlara belə bir tətbiq təklif olunub. Tətbiqdə isə gün ərzində bir neçə dəfə sağ-salmı sualı verilir və sizdə müəyyən bir hissəsi var həmin mobil tətbiqin. Onu dəstəkləyəndən sonra sağ olduğunuz məlum olur. Yox, əgər gün ərzində həmin hissə dəstəklənməsə, məlum olur ki, artıq həyatda deyilsiniz və artıq tətbiqdə sizin ünvanınız olduğu üçün müəyyən insanlar gəlib nəşinizi götürür. Faciəvidir. Əslində, niyə mən övladlarım üçün yaşayım? Nəyə görə həyatımı ancaq özümü həsr eləməyim? Mən tək olum deyən insanlara bu mobil tətbiq çox gözəl cavabdır. Çox gözəl. İzləyək. Ölürsənmi adlı mobil tətbiq Çində və ondan kənarda sürətlə populyarlıq qazanıb. Təxminən 1 avro, yəni 2 manat qiyməti olan bu tətbiq yanvarın ilk həftəsində Çində Apple App Store-da ən çox yüklənən pullu tətbiqə çevrilib. Tətbiqin əsas məqsədi tək yaşayan insanların təhlükəsizliyini izləməkdir. İstifadəçilər hər gün böyük yaşıl düyməyə toxunaraq yaxşı olduqlarını təsdiqləməlidir. Əgər 2 gün ardıcıl olaraq təsdiq verilməzsə, sistem avtomatik şəkildə istifadəçinin fövqəladə əlaqə şəxsinin elektron poçtuna xəbərdarlıq göndərir. Proqram mağazasında tətbiq tək yaşayan insanlar üçün yüngül təhlükəsizlik aləti kimi təqdim olunur. O, görünməz nəzarət və təcili əlaqə mexanizmləri vasitəsilə insanların daha rahat yaşamalarını hədəfləyir. Keçən il pulsuz istifadəyə verilən tətbiq sonradan 2 manata satılmağa başlayıb. Beynəlxalq bazarda tətbiq Amerika Birləşmiş Ştatları, Sinqapur və Honq Konqda ən populyar pullu proqramlar sırasına daxil olunub. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Ümid edirəm ki, hamısını bəyəndiniz. Saf televiziyasında qalın və tibbi maarifləndirmənizi 1-ə 5 artırın. Sağ olun, salamat qalın.